Bugün o gündü. Hansı ki bundan 3 gün evvel sürfe köçür vermiştik eşiğe. Sizin evvelki videoda paylaşmıştım. Artık vaxt gəlib çatıb 3 gün keçdi üstündən. İnşallah bugün biz bunları sağasıyıq. Deyirəm cəmaət heç inəyi sağa bilmir. Ben gəlmişəm bu həşəratları sağmağa. Gəlin birlikte baxaq. İki tane ramka vermiştim buna. Yeşiyi nə qədər sıxa bacarsaq bir o qədər yaxşıdır. Biz köçürdüyümüz sürfənin üstünə çox yığılışacaq hallar. İndi gedək birlikdə bu kəsilməsini göstərim. Ucularını artıq qalan yerlər bu aboy bıçağıyla kəsəcəm ha. Ehtiyatla dəmiri südə dəydirməmək şərti ilə uclarını kəsirik. Dəmiri südə dəydirmək olmaz. Çünki südün keyfiyyətini itirir. Gördüyünüz kimi hər üskük süd ilə dolmur. Arılar bəzi sürfələri qəbul etmir və ya bəzən texniki səbəblərdən tutmur. Ola bilər mən köçürəndə ya zədələnib deyil və yaxud da arıların xoşuna gəlməkdə, orasını arılar özləri bilər. Bu işin təbii gedişatıdır. Bizim isə işimiz hər bir dolan üsküyü qızıl kimi qoruyub yığmaqdır. Bu da arıların hördüyü adi şanı. Bunu yığıb əridib saxlaya bilərsiniz. Bir de onu qeyd edeyim ki, bunun güneş şüasından korumak lazımdır. Güneş şüası bunun möcüzəvi müalicəvi xüsusiyyətini itirir. Bu çöplə yavaş-yavaş bir içindeki qurdları çıxaracağım. Arı südü immuniteti gücləndirir, hüceyrələri yeniləyir, yorğunluğu arıdan qaldırır. Təsəvvür edin ki, ana arı bu süd sayəsində işçi arılardan 40-50 dəfə daha çox yaşayır. Bu da həmin o 3 gün əvvəl köçürdüyümüz balaca sürfədir. Böyüyüb nə boyda olub. Bunları çıxarandan sonra altında qalan südü aparatla çıxaracağım. Çıxaran sürfələri də toyuq cələrinizə verə bilərsiniz. Mən isə bunu balıqlara verəcəm. Videonun davamı üçün bəyənib takip atmağı unutmayın.